Valla bugün həkim öz-özümə dedi ki, bunun əli qolu tərpənirsə, şükür eləyin. Şükür eləyin ki, tərpənir. Elə bir ola bilər ki, tərpənməsin. Yəni o çox yeyilibdir o sümük. Ola bilər ki, tərpənməsin. Ömrü məsəl üçün qala bilər o ya Allah uzasın, ya yataq xəstəsi ya da ki, arabada, yəni. Əli qolu canavar kimidir. Hara gedirik, bütün həkimlərlə soruşur ki, bu nəcəb əli qol işləyir də, iflic olmalı indiyə kimi. Bütün həkimlər o sözü deyir. İnşallah düzələcək. Allahın Bir dənə izni. ümidimiz oldu ki, əli qol işləyir. Allahın izni. Yox, 3 gün olmaz. İşin cavablarıdır ki, sabah aparacaq ki, görək bu əkilməyə nəyin cavabları olacaq bu. Yəni infeksiyonadır, bir də vərəm dispanserinədir. Özü Hər kəs gücü nə çatır göndərsin. Nənə deyir ki, bu uşağın belə olandan, yəni biz deyir, qarnımıza yemək yemirik, nəyimiz var, nəyimiz yox, xərcləmişik. Qardaş, özün denəndə. valla bizi bir dənə uşaqdır, övladdır, yəni ata yox, ana yox. Ancaq məqsədimiz bu uşaq sağlam olsun. Araşdırma. Nə qədər xərcləmisən? Valla hər demək olar ki, sayı yoxdur. Qızıllarımız gedib, hər şey gedib. Yəni belə Son çarə olaraq sizə müraciət ediblər. yəni ən axırıncı dedim ki, ancaq mənə kömək etsə, Aydəmli kömək eləyəcək, bu qədər yardım edib, bizə də kömək. Ki, nə olar, kimin gücü nəyə çatır, mənə köməklik eləsin. Ömürlük deyə tutsaq olacaq, mitil tutsaq olacaq, şikəst olacaq. Allah, heç kimin üstündən deyəcək, getməmişəm. Amma balamın uşağı üçün məcburam. Uşaq qız deyir, ana, qeqet dedim, balam üçün məcbursan. Amma məcbur yenə də elədim Biz ki, balamız balamı üçün sağalmaq üçün hər şey eləmək hər yerə getmişəm, dükanlara girmişəm, hamıdan yardım istəmişəm ki, təki bu uşaq sağalsın.